tələsir. Bu dağların qonşuluğunda yaşayanlar qüdrətdən səngərli, qalalı dağlardan çox şey öyrənirlər. Belə bircə dəfə dönüb üzü yuxarı dağlara tərəf baxmaq kifayət edir ki, adamın qəlbinə əzəmət, ucalıq duyğuları bürüsün. Bu dağlar həm də qoynundakı qalalarla qüdrətlidir. Qalalar bu torpaqda yaşayanların qəhrəmanlıq və yenilməzlik rəmzi, dövlətçilik tarixinin daş yaddaşıdır. Bugün müstəqil dövlət kimi mövcud olan Azərbaycan Respublikasının ərazisi, tarixən Azərbaycan adlanan məkanın, şimaldan Baş Qafqaz sıra dağları, qərbdən Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdansa Sultaniyə, Zəncan, Həmədan sərhədləri ilə əhatə olunan böyük ərazinin kiçik bir hissəsidir. Bəşəriyyət bütün inkişaf dövrlərində bu torpaqda öz tarixini yaşamışdı. İnsanlığın ilk çağlarından Azərbaycanda insan məskənləri olmuşdu. Azərbaycan ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı burada ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşadığına aid qədim arxeoloji və paleontoloji materiallar tapılıb. Azıq, Tağlar, Bəy, Qobustan, Ağeydağ mağaraları əcdadlarımızın ilk məskənləridir. Müxtəlif mağaralarda aşkar olunan arxeoloji tapıntılar, Qobustan qayaüstü rəsmləri, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın, Azıq adamının çənə sümüyü bu yerlərin ibtidai insanının formalaşdığı ərazi olduğunu sübut edir. Zaman uzun keçmişlərin bir çox arxeoloji və memarlıq abidələrini bizim üçün qoruyub saxlayıb. Bu abidələr qədim yaşayış məskənləri, qalaçalar və qalalar bugünkü bəşər mədəniyyətinin yaranması və tərəqqisində Azərbaycanın öz yeri, öz payı olduğunu göstərir. Yurdumuzun daş kitabələri olan qalalar, onları oxumağı bacaranlara, başlıcasısa oxumaq istəyənlərə çox şey danışa bilər. Azərbaycan ərazisi şimaldan cənuba, şərqdən qərbə belə abidələrlə zəngindir. Daşkəsən Gədəbəy ərazisi Azərbaycandakı qalaların və qalaçaların əcdadı hesab edilə biləcək unikal tarixi abidələrlə zəngindir. Əsasən dağlıq yerlərdə, əlverişli relyefə malik olan hündürlükdə qədim insanların iri daşlardan tikdikləri bu qəribə tikililəri tarixçilər siklop qalaçalar adlandırırlar. El arasında bunlara div qalaçaları da deyilir.
Qədim Yunan əsatirlərində Siklop adlandırılan mifik obraz Azərbaycan əfsanələrindəki Təpəgözlə eynidir. Azərbaycanın bir çox ərazilərində tapılan və Tunc dövrünə aid edilən bu cür qalaçalar Örük daş, Hasar, Düzlü daş adı ilə tanınır. Belə siklop tikililərin, qalaçaların əksəriyyətinin müdafiə və müşahidə məqsədi ilə tikildiyi ehtimal edilir. Bu qalaçalardan ətraf ərazi və yaxınlıqdakı qalaçalar aydın görünür. Azərbaycan ərazisində olan bütün qalaların hamısını biz 3 əsas qrupa bölürük. Son Tunc erkən dəmir dövrü qalaları, eradan əvvəl 2-ci minilliyin sonu 1-ci minilliyin əvvəlləridir. Erkən orta əsr qalalarıdır və bir də son orta əsrlərə aid olan qalalardır. Bunların içərisində ən qədim qalalar bizim diqqətimizi daha çox cəlb edir. Çünki bunların tikintisində heç bir məhluldan istifadə olunmamışdır. Məhz elə bu xüsusiyyətinə görə onları siklop tikililər adlandırırlar. Siklopik tikintilər Təpəgözlərin, nəhənglərin adı ilə bağlayırlar. Onun tikintisində istifadə olunmuş daşların hər birinin ağırlığı bir neçə tona bərabərdir. Bax, bu daşları necə o dağların başına qaldırmışlar, necə o qalaları ucaltmışlar, hansı qüvvənin hesabını ucaltmışlar. Bizim təxmini hesablamamıza görə Misir ehramlarına sərf olunan zəhmət qədər Azərbaycan qalalarının, o qədim qalaların tikintisinə zəhmət sərf olunmuşdur. Amma biz bilirik ki, Misirdə olan qalaların tikintisində 100 minlərlə qul əməyindən istifadə olunmuşdur. Orada möhtəşəm quldarlıq dövləti, sinifli cəmiyyət təşəkkül tapmışdır. Amma bizdə isə həmin dövr bəzən xarakterizə olunur elmi ədəbiyyatda ki, bu dövrdə hələ ibtidai icma cəmiyyətinin final mərhələsidir, son mərhələsidir. Yəni, qəbilə tayfa halında yaşayan xalq, əhali belə bir abidəni ucaltmağa qadir ola bilməzdi. Deməli, burada artıq ilkin də olsa sinifli cəmiyyət mövcud olmuşdur. Daşkəsən rayonunda, Xoşbulaq yaylağında belə qalalara rast gəlirik və o qalaların yaxınlığında biz deməli, qazıntı apararkən Daşıltəpə qalaçasında qazıntı apardıq və o qalaçanın yanında həm də qəbirlər vardı. Nəhəng qəbirləri də azman qəbirləri, Oğuz qəbirləri, yerli əhalinin dediyi kimi. Onun üstündəki sal daşlar çox ağırdır və onların birini biz DT-75 traktoru ilə yoğun bir trosla qoşduq ki, onu yerindən tərpədib qaldıraq ki, qəbrin içərisini öyrənək. Və o tros qırıldı, deməli, daşı oradan qaldırmaq mümkün olmadı. Bu möhtəşəm qalaçalara baxdıqca insanı heyrət bürüyür. Bu böyük ölçülü, ağır qaya parçaları kim tərəfindən və necə hörülüb? Bu daşlar hardan və hansı yollarla gətirilib? Axı qalaçalar yerləşən ərazi və qayalıqlar arasındakı məsafə xeyli uzaqdır. Siklop qalaçaların daxili hissəsində müxtəlif məqsədlərə xidmət edən tikililər də olub. Zaman keçdikcə onlar həm təbii aşınmalara, həm də dağıntılara məruz qalıb. Siklopik qalaçaların tikintisi zamanı qazanılan vərdişlər Azərbaycanda sonraki şəhər salma, istehkam və qalaların inşası işində böyük rol oynayıb. İbtidai memarlıqla əldə edilmiş bu təcrübə Azərbaycanda tikinti sənətinin inkişafına təkan verib. Bu qalaçaların bir neçəsi Səbətkeçməz kəndinin yaxınlığındakı Govdu qalaçalarıdır. Govdu qalaçaları 1 kvadrat kilometr ərazini əhatə edir. 9 mərtəbədən ibarət olan qalaçaların yanında bir zamanlar Oğuz qəbirləri olub. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Siemens qardaşları Gədəbəy Daşkəsən ərazisində mis emalı ilə məşğul olan zaman bu qəbirlər dağıdılıb və oradan çoxlu dəyərli əşyalar Almaniyaya aparılıb.
Bu mədənlərdə çalışan Valdemir Belk adlı bir şəxs 1888-1890-cı illərdə bu ərazidə 300-dən artıq qədim abidə aşkara çıxararaq qiymətli maddi mədəniyyət qalıqlarının çoxunu Almaniyanın Berlin, Münxen və Hamburg şəhərlərinə göndərib. Belk bu axtarışları elmi əsaslarla aparmadığına görə tarixin sirlərini açmaq əvəzinə onların çoxunu dağıdıb, məhv eləyib. Biz əlbəttə buna təəssüflənirik, amma digər tərəfdən uzun illər keçməsinə baxmayaraq 100 ildən sonra Almaniyada belə bir kitab çıxdı, Qala Kənd. Fundamental bir kitabdır. Valdemir Belkin bütün tədqiqatları öz əksini həmin əsərdə tapmışdır. Bizim görmədiyimiz, yəni o materiallar bizdə deyil, Almaniyadadır. Sonradan həmin aparılıb orada saxlanılan muzeydə yanğın baş vermişdir və o materialların əksəriyyəti məhv olmuşdur. Amma həmin kitab sayəsində biz yenidən o Gədəbəydə aparılan tədqiqatlarla tanış olmuşdur. Kiçik Qaramurad kəndinin yaxınlığında sıldırım qayaların üstündə həm müdafiə səddi, həm də keçid olub. Bu keçid Darbənd keçidi adlanıb. Vaxtilə tarixi İpək yolunun bir qolu bu yerlərdən keçib. Kiçik Qaramurad kəndinin ərazisində ətəyində Alban məbədi olan bir dağ var. Tarixi məlumatlara görə bu dağın zirvəsində qədim bir qala olub. Bu qalanın izləri indi də qalmaqdadır. Vaxtilə keramik borularla bu qalaya çəkilmiş su xəttinin izlərinə indi də rast gəlinir. Gədəbəyin simvolu olan Qız qalası Şəmkir çayı ilə Missu çayının qovuşduğu yerdə, sıx ormana bürünmüş sıldırım qayanın başında möhtəşəmliyi, məğrurluğu ilə insanı valeh eləyir. Bu, sıx meşəliyin, göz oxşayan yaşıllığın əhatəsində qırmızı kərpizlərlə tikilmiş, əzəmətli bir qəsrdir. Gədəbəy rayon mərkəzindən buraya təxminən atla 2 saata gəlmək mümkündür. Buraya maşın yolu yoxdur. Bu zirvə dağlar başındadır. Qalın meşələrdən, cəngəlliklərdən, qayalıqlardan keçilir. Qalanın baş qapısı qərb tərəfdədir. 8 bürcdən ibarətdir. Qalanın üst hissəsində yuxarıda yaşayış kompleksi var. Orada bir neçə dağaltı yollar var. Və həmin qalanın cənub istiqamətində orada körpü olub. Və o körpüyə yeri gələndə indi Nəmrud körpüsü də deyirlər, Namərd körpüsü də deyirlər. Ancaq müəyyən tarixi faktlara əsaslansaq Nəmrud ərəb sərkərdəsi olub, o körpünü dağıdıb. Buraya girə bilməyib 8-ci əsrdə. Bu qalanın qeyri-adiliyi bir də ondadır ki, ətrafda çoxlu sayda çay daşı olduğu halda qala bişmiş qırmızı kərpicdən dikilib. Olduqca yüksək keyfiyyətə malik olub, böyük ölçülərinki kərpiçlərdən 2-3 dəfə böyükdür eninə görə. Qalınlığı isə 8-10 sm qalınlıqda, həcmi
təxminən 20-nin 30-a olan ölçüdə pişmiş kərpişlərdir. Bu qalanın tikintisində təkcə möhtəşəmlik yox, eləcə də zövq, gözəllik, arxitektura, memarlıq baxımından onun gözəlliyi öz əksini tapmışdır ki, məhz bu üsula əl atılmışdır. Yerli materialdan deyil, qırmızı, pişmiş kərpişdən ucaldılmışdır ki, zövqə oxşasın bu qala. Azərbaycan ərazisində Qız qalası adı ilə tanınan onlarla tarixi abidə var. Tarixçilərin ehtimallarına görə vaxtı ilə Oğuz qalaları adlanan bu tikililərin adı zaman keçdikcə dildə leksik dəyişikliyə uğrayaraq Qız qalaları kimi tanınıb. Bu qalalardan bəziləri müşahidə məqsədi daşıdığından onlara Göz qalası da deyildiyi söylənilir. Qız qalasından təxminən 1 kilometr şimalda yerləşən Mahrasa məbədi də Azərbaycan memarlığının ən gözəl nümunələrindəndir. Bu məbəd hündür qala divarları ilə əhatələnib. Bu divarlar məbədə həm də istehkam görkəmi verir. Məbədin birinci mərtəbəsi çay daşlarına bənzər müxtəlif rəngli daşlarla hörülüb. 6 sütundan ibarət qüllənin yuxarı hissəsi piramida şəklindədir. Məbədin yanında karvansaranı xatırladan tikili də var. Strabon yazırdı ki, Almanlar xristiyanlığı qəbul eləməmişdən qabaq ay ilahəsinə sitayiş edirlər. Gədəbəydə ay ilahəsi ilə bağlı Mahrasa məbədinin olması bunu bir daha təsdiq edir və bu erkən orta əsrlərin başlanğıcına, hardasa 3, 5, 3, 7-ci əsrlərə aid etmək olar. Eramızın 4-cü, 5-ci əsrlərindən sonra Alban məbədinə çevrilən bu tikili ta qədimdən atəşpərəstlərin ibadət yeri olub. Xalqımız bu qalalarla əlaqədar elə gözəl əfsanələr yaratmışdır ki, onlar danışmaqla qutarmaq olmaz. Köroğlu yuxuda görürdü, dedi Köroğlu, qəhrəmanın düzdə yurdu olmaz, dağda olar, yurtda sel gələr. Doğrudan düzdə Köroğlu yatırdı, birdən sel gəldi, qırat kişinə gəlib, ayağını yerə döydü. Köroğlu belini alıb, bir dağa doğru qaçdı, selin ağzından aldı. Gecə yatmışlar, bir də aylandı gördü, qırat yoxdur. Dedi, vay, hay, qırat apardılar. Bir də gördü ki, Gədəbəydə, Qala kəndində, o dağın döşündə şimşək çaxır. Gedəndə gördü, bu şimşək qıratın nalıdır. Qırat ayağının nalı ilə qalaya him qazır. Onu yapıncı ilə çulladı. Dəllər qalxdı, gördü ki, nə Köroğlu var, nə qırat. Bir də xəbər tutub dağa çıxdılar. Dedi, bax, bu qalanın himini qırat qazıb. Köroğlunun qalası daş qala olmalıdır. Xalqın yaddaşı, bu yaddaşdan süzülüb gələn əfsanələr, nağıllar, dastanlar, eyni zamanda həmin xalqın yaşadığı ərazinin, torpağın tarixidir. Ancaq bəzən xalqın yaddaşı ilə tarixi həqiqətlər bir-biri ilə o qədər qaynayıb qarışır ki, zaman ölçüsü öz mənasını itirir. Burada əfsanə ilə həqiqəti bir-birindən ayırmaq vəzifəsi tarixçilərin öhdəsinə düşür. Xalq arasında bu qalanın da Koroğlu qalası adı ilə tanınması, xalq yaddaşı ilə tarixi həqiqətin qovuşaraq
əfsanələşməsinin nəticəsidir. Koroğlunu ideal qəhrəman, haqsızlığa qarşı vuruşan igid obrazında görən xalq, Koroğludan əvvəl salınan qalaları da bəzən Koroğlu qalaları adlandırıb. Bu qala xalq arasında Koroğlu qalası kimi tanınsa da, arxeoloji qazıntılar onun Koroğlu dövründən, yəni orta əsrlərdən xeyli əvvələ aid olduğunu sübut edir. Tarixçilər bu qalanı Alban çarlığı dövrünə, daha dəqiq isə böyük sərkərdə Cavanşirə aid edirlər. Qalanın dib bünövrə hissəsi qalaça tikililəri formasında iri daşlarla bənd edilir. Çöl tərəfdən qalanın divarlarında pəncərə formasında çoxlu oyuqlar var. Bu oyuqlardan müşahidə və müdafiə məqsədi ilə istifadə edilməsi ehtimal olunur. Orada ilkin kəşfiyyat işləri apararkən bir oyuq açılmışdı və oyuqdan aşağı düşəndə iki tağvari geniş otaqlara rast gəlmişdik. Həmin qalanın tikintisində biz görürük ki, ayrı-ayrı çay daşlarından, bərkədici məhlullardan istifadə olunmuşdur. Ağac tirlərin yerləri bugün də qalmaqdadır. Baxmayaraq ki, həmin tirlər çürümüşdü, amma qalmışdır. Qalanın içərisində hər tərəfi daş bəndlərlə əhatələnmiş su anbarı var. Bu ambara su tavandan damcılarla düşür. Su anbarının maraqlı bir xüsusiyyəti də ondan ibarətdir ki, buradakı su dayanıb durmur. Tədricən harasa, naməlum bir istiqamətə axır. Yüksək dağ zirvələrindən gil borularla çəkilən su, qalanın və ətraf ərazidə tikililərin tələbatı üçün nəzərdə tutulub. Bu qalanın ərazisində Pompey, Bizans, Səfəvilər dövrünə aid çoxlu qədim pul sikkələri, bəzək əşyaları, qədim silah növləri, gümüş, tunc, dəmir əşyalar, daş dəyənəklər və küplər tapılıb. Qala elə bir yerdə ucaldılıb ki, oradan nəinki yaxın ətraf, hətta çox uzaq məsafələr, müxtəlif yollar aydın görünür. Bu qalalar tarixi özündə yaşadır. Əfsanə tarix deyil. Lakin əfsanə tarixsiz də deyil. Onda həqiqətin ya özü, ya izi, ya hər hansı bir əlaməti yaşayır. O nöqtə nəzərdən hansı yerdə qala dağılıbsa, onun əfsanəsi yoxdur.
Hələ bu dağların qoynunda, zaman küləyinin sovurduğu bu torpaq qatlarının altında tariximizin daş yaddaşını qoruyan nə qədər qalalarımız, bütöv şəhərlərimiz, ulu əcdadlarımızın izi sorağı uyuyur.